Uşaqlar, bugün texnik olmasında duyğu orqanları haqqında danışacağıq. Görmə əməliyyatı 3 hissədən ibarətdir. Torlu qışa, görmə siniri Bəzi göz qüsurlarının linzalı eynəklər taxmaqla aradan qaldırmaq olar. Görmə analizatorlarının hər hansısa bir hissəsi zədələnərsə, görmə analizatorlarının işi pozulur. Gözün torlu qışasında görmə reseptorları torbatik və çöçüklərdən ibarətdir. Şəhərlərdə əhalinin sürətlə artımı, eləcə də texnoloji inkişaf, qida və işin keçiliyinə bərabər səs kirliliğinə də səbəb olur. Bugün biz PET platformasından istifadə edərək səs kirliliğinin insan orqanizminə mənfi təsirini birlikdə araşdırırıq. Desibel səslər normal, 90 desibeldən yuxarı səslər isə təhlükə səslərdir. Kənd və qəsəbələrdən fərqli olaraq il şəhərlərdə səs kirliliyinə daha çox məruz qalır. %65-90 desibel səsləri müntəzəm eşitsəyi orqanizmə mənfi təsir edə bilər. Səs şiddətini ölçmək üçün desibel adlanan ölçü vahidindən istifadə olunur. Ətrafla yükün mənfi təsirlərindən biri səs kirliliyidir. Səs kirliliyi eşitmə pozğunluğu, yüksək təzyiq kimi fəsadlara malikdir.